Ha, götürürler de. Ha o doğru. Şöyle yol. Ha sen kapat şöyle yol. Elinde komşu görün. Hay Allah'ın kömeler Allah'ın. Allah var yok bir şey. Böyle. Vaktinde. Sağ olun, hoş geldiniz. Do'stlar, hammaga assalomu alaykum. Hozir dahshatli suv toshqinlari dunyoda sodir bo'lmoqda. O'tgan yili katta kanalimizda Rossiyada, Qozog'istonda juda ham katta joylarni suv olib ketganligi, suv omborlari ochilib ketganligi haqida videolar qo'ygan edik. Va hozir ham sezon boshlandi. Tojikistonda, Qirg'izistonda va asosan hozirda Ozarbayjon shahrini ham juda ham katta qismini suv olib ketibdi. Ana shu suv toshqinidan to'liq bezkammen video lavhalarni sizlarga qo'yib beraman. Kanalga qilgan like bosib, kanalni qo'llab-quvvatlab turamiz. Va izohlarda o'zlaringizning fikrlaringizni yozib qoldirib o'tib ketinglar. Hammaga rahmat. Sonuncu dəfə belə bir sel Şabrana 1995-ci ildə gəlib. Fikirlərinizi rəy bölməsində yazın. Qubada sel suları fəsadlara səbəb olub, yağan leysan yağışlar nəticəsində evlərin zirzəmilərinə və həyətlərinə su dolub. Sakinlər çətin vəziyyətə düşüb. Leysan basıp ev eşiğim, heytim. Şimdi 3 tane otaqda, 3'ü de gölmeçe. Xalçam, paltar, yuvan maşınım, ondan sonra peçim, her bir şeyimde bütün məhv olub. Zirzəmini su basıb, 2 zavora aparıb, bir də ev quşlarını aparıb. Evə də çatışıb. Kanalizasiyada suları daşıb gəlib doldu və 4 otaqda bu bir balkondur, hamısı su içərisindədir. Otaqlarda girmək olmur, artıq 10-15 sm hündürlükdə su var. Kanallar daşıb, daşqın olub, çoxlu yağış suları gəlib evin alt mərtəbəsinə dolub. Belə vəziyyət hal-hazırda budur. Uşaqlar təhlükə vəziyyətdədir. Padval su ilə dolub, Allah razı evzat uça bilər. Rayon İcra Hakimiyyətinin baş hörməti İlqar müəllimi rəhbərliyi altında bir neçə gün əvvəldən bu hava haqqında məlumatlar əldə olunan kimi müvafiq qurumlarla bir yerdə iclas keçirilib. Rayon Fövqəladə Hallar Komissiyasının üzvlərinə qarşısında konkret vəzifələr qoyulub. Müvafiq qurumlar gücləndirilmiş iş rejimindən növbətçilik rejimində fəaliyyət göstərirlər. Təbii ki, bu geniş miqyaslı yağıntının törətdiyi fəsadlar da var. Fəsadların aradan qaldırılması və dəymiş ziyanın müəyyən olunması istiqamətində işlər davam etdirməkdədir. Sen gözle, sen gözle. Tələsmə kömək elə. Gel. Dışarı götür. Buranın parı ona bak ya. Betona parı. Koy. Ben bir de kalksam. Bakın. Evi su basır. Suya bak. Su basır. O cemlomu yattım lukatsım. Su basır. Sen düşün bağın içinde geliyor. Böyle uçtu. Vay. Hayır, çok hayır. Gözler öyle ay kasıp. Ve ahirinde 6 obirde gelecek. Fikir ver. Vaktinde. Oraya giremeyeceksin. Gaz yiyipler oranı. Aparar o. Batar.
ol. Ay tapan kömək ol. Elinde komşu görün. Ay Allah'ım kömək ol Allah'ım. Allah kömək ol. Ay bayırdan. Ay Allah kömək ol tutsun. Hayır, hangi doğuştan diye bana De oradadır. Sallaşır bakaka olacaktı. Biberini kabağın eşeğiydi şimdi de. Ha özün su atsa yüzüm çıkabilir yok. Bu kırada çıkabilir. Ha özün su atsa. Allah'ım, o ne eski yerlerden çıkacak. Ha atsa özün su bundan sərfəlidir. Ayo. Ha oradan çıkacak. Reminin aysa, reminin futbolunu çıkabilir. Oy böyle. Geçti. Geçti. Hayaliniz ha? Tezli yardımı. Ehtiyatlı ol. Emir, ehtiyatla. Hazır abi sen gene bir tane 100%. Kubada bir tane moşluk olalım. Birisi yokla da kodlanır. Ya da şu trosla bağlamak lazım da ağaca. Çıkarın işe.
Ne diyorsun o? Emi! Evet, Rutsuvo'ya var Rutsuvo'ya. Rutsuvo'ydan ödeyesen. Ya da Skors'tadır. Bunu tut abi. Allah uzaq eləsin. Allah kömək olsa alimi. Allah heç kimi göstərməsin. Etibarcasına qədər qalıb qardaşa. Bura bax. Burada nə qədər evlər var, hamısı suyun altdadır. Işığı direkləri. Orada sabahı gördüm. Vəziyyət əngəldir. Ha götürürler de. Ha o doğum tabi. Əsir ha. Aha sana götürürler. Yapışabilir mi? Yapışabilir mi? Bir nefer Ferdi Gel. Bir nefer Ferdi Gel. Bir nefer kalır. Götürdüler bunu inşallah. Götürecek o da. Yine o cəhd verdi, yüzü çıktı oradan. O bir şey ondan akıyor oldu. Senin yerden yüzü tutuyor. Ha fırladı kurya düşende de kurya Şimdi bu da selin felaketi. Hadi ambulans cemaat ölenler. Ona bakın doğum ya. Ay dede. Amma bu nə yaşayışdır? Biz Azərbaycan kimi dövlətdə belə yaşayış yaşamalıyıq. Bu nədir belə? Dövlət hara baxır, dövlətin işçiləri hara baxır. Bu belə bir şey olar. Nə bura Venesiyadır, Azərbaycandır, nədir? Bax. Bu da yaşayışımız budur. Bir balaca göydən yağış düşən kimi heç ucqar mən Gədəbəyliyəm, Gədəbəydə belə bir şeylə rastlaşmamışam. Ucqar bir kənddə. Nə kanalizasiya var, nə bir şey var. Bax burada belə yaşayış yaşayırıq.